Allah Taala'dan diləyirəm ki, birinci növbədə dövlətimizi, xalqımızı qorusun, xətalardan, qəzalardan, bəlalardan hifz eyləsin, hər birimizi, bütün xalqımızı bir-birinə daima mehriban eyləsin, həmrəyliyimizi qorusun, vəhdətimizi qorusun, mərhəmətimizi, məhəbbətimizi qorusun, səxavət əlimizi kəsməsin bir-birimizdən, mərhəmət əlimizi kəsməsin bir-birimizdən və eyni zamanda Allah özü bizə mərhəmətini kəsməsin, mərhəmətini və məhəbbətini əsirgəməsin. Allah Taala dünyasını dəyişmiş bütün valideynlərimizin, bütün insanlarımızın, dahi şəxsiyyətlərimizin, simalarımızın, alimlərimizin ruhlarını şad eləsin. Allah Taala vətən yolunda, torpaq yolunda, xalqımızın, millətimizin qorunması uğrunda canını fəda etmiş, alim məqama yetişmiş şəhidlərimizin ruhunu bir daha şad eləsin. Onların məqamını Ədn Firdovs cənnətlərində qərar versin inşallah. Və hər birinizə Allah Taala'dan bol-bol ruzi bərəkət niyaz edirəm, ruzi bolluğu arzu edirəm, o verilən ruziyə də ilahi bərəkət arzu edirəm. Çünki ruzi bəzən də sınaq olur, bəzən də bəla olur, bəzən də nemət olur. Mən o nemət qismindən olan ruzidən arzu edirəm sizlərə və o ruzinin də bərəkətli olmasını diləyirəm. Allah xalqımızı qorusun, edilən ibadətlərinizi, dualarınızı Allah Taala İzzət-i dərgahında müstəcəb eləsin və xalqımıza, millətimizə, dövlətimizə bir daha heç bir çətinlik yaşatmasın. Allah Taala'dan diləyirəm ki, birinci növbədə dövlətimizi, xalqımızı qorusun, xətalardan, qəzalardan, bəlalardan hifz eyləsin, hər birimizi, bütün xalqımızı bir-birinə daima mehriban eyləsin, həmrəyliyimizi qorusun, vəhdətimizi qorusun, mərhəmətimizi, məhəbbətimizi qorusun, səxavət əlimizi kəsməsin bir-birimizdən, mərhəmət əlimizi kəsməsin bir-birimizdən və eyni zamanda Allah özü bizə mərhəmətini kəsməsin, mərhəmətini və məhəbbətini əsirgəməsin. Allah Taala dünyasını dəyişmiş bütün valideynlərimizin, bütün insanlarımızın, dahi şəxsiyyətlərimizin, simalarımızın, alimlərimizin ruhlarını şad eləsin. Allah Taala vətən yolunda, torpaq yolunda, xalqımızın, millətimizin qorunması uğrunda canını fəda etmiş, alim məqama yetişmiş şəhidlərimizin ruhunu bir daha şad eləsin. Onların məqamını Ədn Firdovs cənnətlərində qərar versin inşallah. Və hər birinizə Allah Taala'dan bol-bol ruzi bərəkət niyaz edirəm, ruzi bolluğu arzu edirəm, o verilən ruziyə də ilahi bərəkət arzu edirəm. Çünki ruzi bəzən də sınaq olur, bəzən də bəla olur, bəzən də nemət olur. Mən o nemət qismindən olan ruzidən arzu edirəm sizlərə və o ruzinin də bərəkətli olmasını diləyirəm. Allah xalqımızı qorusun, edilən ibadət